Giriş burada dalandı. Yani bu qapıdır. Giriş yani burada dalandı. 3 qonşu burada yaşayır. Və belə bir yerdir. Xətai rayonu Enzeys qəsəbəsində təmirsiz, uzun müddət yaşayış olmayan, necə deyirlər, kasıbmalı bir ev çıxıb satışa. Evdə uzun müddət yaşayış olmadığına görə divarlarda qaralma var, yəni təmirə ehtiyacı var, amma ucuz qiymətə satılır. Avtobus dayanacağına yaxındır. Təmirsiz bir vəziyyətdə olan evdir. Buranın yüngülvari, necə aboyların kosmetik dəyişməyə ehtiyac var. Kosmetik təmirə ehtiyacı var. Suyu, işığı, qazı, sayğacları, hər bir şey yerindədir. Polları çürüməyib, möhkəmdir. Yəni dediyim kimi kasıb malı ya kirayə vermək üçün və yaxud da müvəqqəti yaşamaq üçün bir balaca əl gəzdirib burada yaşamaq olar. Müvəqqəti. İran peçidir, istilik sistemi. Yəni evdə yaşanmadığına görə belə bir ev nəm çəkir, ev bağlı qalanda həmişə bax belə vəziyyətə düşür. 2 otaqdan ibarətdir. Sənədi texniki pasportdur, JEK-dən verilən. Lazım olsa evə pasport qeydiyyatına da düşmək olar. Qiyməti çox ucuzdur, elan üzərində yazılacaq. Hər halda qiymətdə endirim də olacaq.